Herkese yepyeni videodan salam dostlar. Kanalıma abone olmağı, like atmağı unutmayın dostlar. Bugün sizlerle birlikte Minecraft 100 gün hayatta kalma səhrada öz evimi tikirəm dostlar. 100 abone olduğumuza göre çok sağ olun dostlar. Dəstəklərinizə görə sağ olun dostlar, var olasınız. İnşallah bu videodan sonra tez bir zamanda 150 abone olarıq, 200 abone olarıq. Get-gedə böyüyərik inşallah dostlar. Bunu da belə eləyim. Evi tikim tam. Dostlar, getdim evimin yaxınlığında olan Lav gölündən. Nəydi? Biraz madənə getdim. Nəydi? Lapis qırdım. Elə bu qədər. Başqa çox söz eləmədim. Dostlar, gələn videolarda nə eləməmi istəyirsə yorumlara yaza bilərsiniz. İndi mən burada öz evimi tikirəm. Qalamı da orada tikmişəm. Orada nə idi? Köylü farmı kimi eləyəcəm. Köylülər orada yaşayacaq. Hədəfim neçəyə bir dəqiqə saymadım. 1, 2, 3, 4. 4-ün 4-ə ev olmur. Elə bildim baltam gedib ya. Pis oldum. Biraz getdim dostlar. O tərəfdən Nether'a getdim. Nether'dan biraz əşya qırdım. Gördüm Nether pis yerə də canlamışam. İstəmədim. Neydi bu videoda Nether'a gedək. Portalda ayrı yerə düzəldəcəm. Gələn videoda portalında neydi? Daha da gözəl düzəldək dostlar. Burada 1. Buradan belə olsun. Bu da qapı. Bir dəqiqə bunu qır. Bu qapı qoyulacaq yer olsun. Gözlə. Ay, mən nəyəm? Bu qapı qoyulacaq yer olsun. Bunu belə eləyək. Burasını da belə eləyək dostlar. Nə qədər elə odunum oldu, dəmirim oldu, daşım oldu. Nə qədər dəmiri də, daşı da elə bildiyiniz kimi bu qalanı böyütmək üçün istifadə elədim. Video başlamazdan əvvəl nə qədər qasmışam. Bunu belə eləyək, bunu belə eləyək. Ümumiyyətlə belə cam eləyək. Belə xoşuma gəldi. Aşağının yeridə nə inəcəyimi biləm dostlar. Neçə mərtəbəli eləyim, yorumlara yazmağı unutmayın. Neçə idi? Yadımdan çıxdı. 2. Buradan gözlə. Bu hissəni belə eləyək. Bunu tam bir dənə də artıraq. Elə daha yaxşı olur. Bir dəqiqə bu hissəni tamamladım. Bu hissəni tamamlayandan sonra nə eləyə bilərik? Baxaq görək. Bu hissəni biraz bölüşdürüb. Aha! Bunu da hazırladıq. Buradakı odunları da qoyuram. Ondan sonra bu hissəyi də qoyaq. Neçə 4-ün 4 eləməyə çalışacağım dostlar. Gələn videoda bir dənə dam fikrim var dostlar. Oy, nə gözəl olacaq. 1, 2, 3, 4, 5. Düz bura. Tam orta deyəsən. 1. Düz burada odun qoyacağım. Beləliklə evi daha da gözəlləşdirəcəm dostlar. Bu videonu 8 dəqiqə eləmə fikrim var. Əgər videolar daha uzun olmasını istəyirsə yorumlarda bildirə bilərsiniz. Məsələn abi 5 dəqiqə çək və yaxud da 10 dəqiqə çək, 15 dəqiqə belə. Deyərək sizin fikirləriniz əsasında videolarımı şəkilləndirə bilərəm. İndi bunu belə eləyək. Hələlik bir mərtəbə ilə bəslənəcəm. 2 mərtəbəni tikməyə çalışacağım. Hayda. Van blokda biraz bəcərilərim sayəsində tez-tez özü blok qoymağı öyrənmişəm. Dendi. O hissə biraz pis oldu. Ora biraz pis oldu. Aha. Bu hissəni də hazırladım. Yaxşı oldu bura. Mükəmməl bir ev düzəltdim. Ev deyirəm sizə. Bundan gözəl ev düzəldə bilərəmmi acaba? Biraz fikirləşmək lazımdır. Məncə yox, düzəldəmərəm. Dostlar, bir dəqiqə evin tavanını da bağladıq. Evin tavanı da yaxşı oldu. Gözəl evin tavanı da gözəl olur. Görsünüz, necə yaxşı tikirəm. Səhv yerə qoydum ya. Heyf. İndi buradakı gərək odunları da düzəldəm. Nə qədər odun qırmışam. Bildiyiniz kimi dostlar, keçən videolarda ya da ondan əvvəlki bölüm 3-cü bölümdə deyəsən.
Neydi? Orada biraz özümə nə qoyacaq yer eləmişdim. Yadımda deyil. Dəqiq nə qoyacaq yer eləmişdim. Adı yadımdan çıxdı. Neyse, adı yadımdan düşənə deyəcəm dostlar. Bunu da belə eləyim. Götürün bunu da belə qoyaq. Və aha. Bu hissəni də belə qutarandan sonra gələn videoda iki mərtəbəli eləyəcəm. Gələn videoya kimi hazır olacaq. Bu bölümdə sadəcə təməllərini atırım. Aha, bu hissəni də qutardıq. Az qalıb. Buradan da bir dənə 64 yenə hazırlayaq. Bir dənə 6 da hazırlayacağım. Ev hələ ki belədir, tam belə gözəl görünmür, amma indi belə olduğuna görə bunu belə bunu da belə elədik. Dəqiqə, aha, az qaldı. Çox şey tamamladıq. Oy. 5-6-5. İçərini də aydınlatdırmaya gələcək. Demək olar bütün gələn kimi görürsünüz dostlar, necə gözəl ev olduğuna görə gələn kimi qarşılayır adam. İndi yerə eləyəcəyim şeyləri qırmışam bayaq qırdım elə. Bu 58 dənə dostlar yeni köylü gətirdim. Köydə bir dənə köylü qalıbmış düz evin başında. O köylünü biraz qayıqla biraz çətin oldu gətirmək. Yataqdan istifadə elədim, oradan gətirdim, belə gətirdim. Gücbəla ilə gətirdim, ondan sonra çiftçilik verdim. 5-6 dəfə qırdım, ondan sonra bir zümrütə verməyə başladı. Nə idi? 6 dənə ekməyi yenə də vermirdi. Bilmədim necə oldu, axırda gücbəla ilə həll eləyə bildik. Aha, bu hissəni də belə. Ən sevdiyim bloklardan biridir bu iki blok yan-yana gələndə. Sonra sizcə necədir? Yorumlara yazmağı unutmayın. Gələn videoda bir şato kimi düzəltmə fikrim var. Məncə bacararıq. Sizə bacararıq mı dostlar? Bunu belə eləyim, bunu belə eləyim, belə eləyim. Belə eləyim, belə eləyim. Aha. Çox nə idi? İstifadə eləmirəm bundan. Amma bəlkə yaxında qumdan piramid də elədim. Sonra sizin istəkləriniz üzrə. Bunu da belə eləyək. Aha. Ayda bu. İşte olmaz. Azacaq blokdur. Aha. Bunu da hazırladım, 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 bunu da. Az qaldı. Sonra abunə olaraq, like ataraq mənə dəstək verə bilərsiniz. Yorumlarda yaza bilərsiniz. Məsələn, evin hansı hissələrini dəyişdirim. Necə mərtəbəli eləyim, sizin fikirlərinizə əsasən evi dəyişdirəcəm dostlar. Aha. Burası blok idi. Bu blok. Sağ olun dostlar. Gələn videolarda görüşənədək sağ olun.